İstanbul'un Ümraniye rayonunda silahlı hücum baş verip Doğru Haber Azerbaycan bildirir ki hücum zamanı Kars 36 Spor Klubu'nun futbolcusu 21 yaşlı Kubilay Kan Kundakçı öldürülüb. İddiaya göre hadise 19 Mart gecəsi baş verib. Reper Vahap Canbay ile müğənni Aleyna Kalaycıoğlu arasındaki münasibətləri düzəltmək istəyən Kundakçı tərəfləri bir araya gətirmək üçün vasitəçi rolunu oynayıb. Lakin onlar studiyanın qarşısında gözləyərkən hadisə yerinə gələn şübhəlilər onlara ateş açıb. Ateş nəticəsində ağır yaralanmış gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Cinayətin reper Canbay'ın keçmiş sevgilisi olan Aleyna Kalaycıoğlu'nun yeni sevgilisi tərəfindən törədildiyi deyilir. Qeyd edilib ki, Kalaycıoğlu polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır. Dünya şöhrətli aktyor və döyüş sənəti ustası Chuck Norris 86 yaşında vəfat edib. Bu barədə onun ailəsi Instagramda paylaşım edib. Bildirilib ki, Chuck Norris yaxınlarının əhatəsində sakit şəkildə ölüb. Qeyd edək ki, Norris həyatı boyu sağlam həyat tərzi və fitness rejimini qoruyub. Hətta bu ayın əvvəlində doğum gününü sparring partnyoru ilə boks edərək qeyd edib. 50 illik karyerası ərzində Əjdahanın yolu, Tənha Qurd Makvadi, aksiyonda itkin düşmüş, ABŞ-nin işğalı və Delta qüvvəsi kimi kult filmlərdə rol alan Norris son olaraq Xərclənənlər 2 filmində ekranlara qayıdıb. Xatırladaq ki, o dünən hava adalarında istirahət edərkən qəfil səhhəti pisləşmiş və xəstəxanaya çatdırılmışdı.